Bütün dünya qarşısında sözümün arxasında dururam. Hal-hazırda tibb var da, düzdür? Bəli. Tibb bir çox şeyi sağaldır. Burun əməliyyatı eləyir, Bəli, lazerlə bəli. 7 saniyə düzəldir. Hansısa ruhi xəstəni düzəltdiyini görmüsən? Yox. Biz kosmosa qalxırıq, bir obsessiya xəstəsini, bir şizofreni düzəldəmirik. Necə olur bu? Çünki insanlar əsas şeydən uzaqlaşırlar. Psixologiya elmi var ha. İnsanlar indi çıxırlar, bəzən baxıram psixoloqlar da deyir ki, biz psixoloquq, nə bilim bu elmi metodika nə qardaş, biz də psixologiya oxumuşuq da, onun təhsilini almışıq. Amma mən özüm gördüm ki, universitetdə və digər yerlərdə verilən təhsil çox azdır. Psixologiya elmi materialist bir elmin deyil, psixo ruh deməkdir, logos da elmdir. Bu ruh haqqında elmdir. Bunu gətirib bağlayırlar Freydə. Qardaş, Freyd yox idi, Aristotel danışırdı bundan. Danışırdı. Hipokratdan. Hara getsən, yəni Vedalara kimi verir çıxır. Yəni misal dünyada yoqanı yaradan adamlar, elə heç psixologiyanı yaradan adamlardır. Şumerlər, Babillər, yəni bunlar gətirir psixologiyanı son 100 ilə bağlayırlar. Əvvəlki insanlar insanların ruhunu şəfalandırmağı bilirdilər deyə. Bax, birinci təlim nə idi? İrfan. Sonra elmi idi. İrfan nədir? İrfan ruhani bir elmdir. Əvvəlki insanlar birinci sənə mədrəsədə irfan öyrədirdilər. İrfanlı ol. Niyə? Əgər sən tam vicdanlı olmasan, tam mərhəmətli, rəhimli, dürüst olmasan, sənə verilən elm boşa getdi, atdın çöpə. Elə. İndi biz məktəbə uşaq qoyuruq. Bu uşağa irfan öyrətmədən elmi öyrədirik axı. Bu da nə edir? Götürür atanın verdiyi hazırlıq pulunu geyir qəlyan çəkir, geyir PlayStation oynayır. İrfan yoxdur, vicdan yoxdur. Niyyət yoxdur. Niyyət yoxdur da. Niyyət Bir yoxdur. də ki, əvvəlki insanlar həqiqətən ruh haqqında elm keçirdilər. Əslində psixologiya, insanlar deyir, bəlkə çıxırlar elə danışırlar, panik atak belə getdi, obsessiya belə getdi. Bunu mən də bilirəm də, onlardan yaxşı bilirəm. Məsələ odur ki, başa düşmürlər ki, bu ruhun xəstəliyidir də. Dərmanı atırsan düzəlmir. Dərman ruha necə təsir edə bilər? Ruh maddə deyil ki, enerjidir. Bir insanın düşüncəsini dəyişdirənmədən, yəni ruh halını dəyişdirmə, ona nə qədər psixotrop dərman verir, heç bir xeyri yoxdur. Çünki bu kimyəvi maddə ruha toxuna bilməz ki, ruh maddə deyil, enerjidir. Düşüncə də bir enerjidir də. Yəni dərman düşüncəvə təsir eləyə bilməz ki, düşüncədir. Bu elektrik impulsudur, işıqdır, zərrədir. Ruh da elədir, işıqdır, zərrədir. Ona görə psixologiya əslində ruh haqqında elmdir. Sonra dəyişdirdilər insanın davranış şəklini, nəyini öyrənən elm sahəsi elədilər. Bu yalandır. Psixo, ruh, logos elmdir. Sən ruhu öyrənməlisən burada. Sən gəlib insan bədənini öyrənməli deyilsən. Ruh da çox dərin bir mövzudur. Ruhu öyrənmək üçün gərək sən fəlsəfəni biləsən, ezoterikanı biləsən, qədim sivilizasiyadan gələn bilgilər, bitkilərin şəfalandırması, ruhsal şəfalandırma, okkultizm hamısını bilməlisən. Çünki